Bu şeiri diqqətlə oxuyun dostlar. Bu şeirdə bir üsyan var, bir şikayət var. Tanrıya qarşı, Allaha qarşı bir üsyan var. Yəni, əgər Allah varsa, niyə o bizə çətin durumlarımızda, şəraitlərdə, sıxıntılarımızda kömək etmir? Baxın, bu şikayəti və üsyanı iki müstəvidə biz təhlil edə bilərik. Birinci ehtimal budur ki, şair burada demək istəyir ki, Allah var, amma mən ona etiraz edirəm, şikayət edirəm ki, niyə sən özünü, belə deyək də, yoxmuş kimi aparırsan? Niyə mənə çətin durumlarda, çətin vəziyyətimdə, sıxıntılarımda kömək etmirsən? Baxın, bu birinci ehtimal çox absurd səslənir. Nəyə görə? Çünki sən Allahın varlığını qəbul edirsənsə, deməli onu elmi və fəlsəfi dəlillərlə əsaslandırmalısan. Əgər əsaslandırıb qəbul etmirsənsə, o zaman bu cür ona etiraz etmək bu düzgün deyil. Çünki o da qayıdıb sənə deyə bilər ki, indi bunu ritorik deyirəm təbii ki, Allah da qayıdıb sənə deyə bilər ki, ay bəndə, mən səni yaratmışam, sənə ağıl vermişəm, iradə vermişəm, bacarıq vermişəm. Niyə onlardan istifadə etmirsən? Niyə hər şeyi məndən gözləyirsən? Sənin tayların deyir insanlar, necə ki, çətin durumlarında, sıxıntılarında, ağıllarından, bacarıqlarından istifadə edib qurtulurlar, sən də o cür edə bilərsən. Deməli, bu birinci ehtimal mənasız səslənir. Gəlir ikinci ehtimala ki, mənə görə burada əsas məqsəd ikinci ehtimaldır ki, şair burada demək istəyir ki, əslində Allah adlı bir varlıq yoxdur. Çünki Allah olsaydı, bu sıxıntılar, bu çətinliklər olmazdı. Bu da əslində şər dəlilinə və şər probleminə işarədir ki, qədim Yunanistandan üzbəri bu etiraz, bu argument, əks argument Allahın varlığına qarşı bu əks argument mövcud olub. Yəni, kainatda şər varsa, problem varsa, deməli Allah yoxdur. Deməli dostlar, bu ehtimal da zəifdir. Nəyə görə? Çünki şər problemi heç bir halda Allahın varlığını inkar etmir. Çünki ola bilər ki, Allah var, amma eyni zamanda problemlər də var, şər də var və bunun da təbii ki, müxtəlif izahları var. Mən bunu sadə bir insanların başa düşəcəyi dildə izah edim. Təsəvvür edin, bir tələbədir, gedir məktəbə, qiymətləri yaxşı deyil. Aydındır? Və gəlir belə bir argument qurur ki, müəllim yoxdur. Niyə? Çünki mənim qiymətlərim pisdir. Əgər müəllim olsaydı, o zaman mənim qiymətlərim hamısı yaxşı olmalıydı. Mənim qiymətlərim pisdirsə, deməli müəllim yoxdur. Baxın, şər problemi də təqribən belə bir şeyə bənzəyir. Ki, Allah varsa, şər olmamalıdır, problemlər, sıxıntılar olmamalıdır. Əgər sıxıntılar, problemlər varsa, deməli Allah yoxdur. Bu tamamilə absurd bir yanaşmadır. Niyə? Çünki bayaq dediyim kimi, bu sıxıntılarımız, çətinliklərin müəyyən izahları ola bilər. Ona görə sırf bu argumentə əsaslanaraq Allah yoxdur demək, bu məntiqli yanaşma deyil, bu fəlsəfi və elmi yanaşma deyil. Ona görə bu cür şeylər daha çox emosiyalara xitab edir deyən, emosiyaları təhrik edir deyən, bəzi insanlar buna tez aldanırlar və fikirləşirlər ki, burada bir güclü argument var, deməli Allah adlı varlıq yoxdur.